ayakkabı giyin. Tecela. Benim ayakkabımı da ver. Hara gedirsən? Gedən mağara. Mağazaya. Ne alasın özvə? Üzvə istədiyim yemək. Ne? İstədiyim şey. Ne istiyorsan ki sen? Sen hanım ne istiyorsun? Gəncəyə daha yemək. Ayrı yemekleri. Hə. Yeməyə yeməsin yatdayı. Binalarımızı görürsünüz. Artıq yaşayıb çoxalıb. Və bu bizi çox xoşbəxt edir. Çünki yayda həyətdə gəzməyə adam olacaq. Bəlkə də. Sen de istersen kollarında eskisi gibi. Məncə heç düz yolda deyil. Sizə zaman olsun. Yandım böyle. Ondan yox. Şokoladda yeməli bir şey götür. Bir de arabanı değişik gele, bunu təşərrüf olsun. Mənim ən sevdiyim stend olar. Haribo istəyirsən? Bundan istəyirsən, hə? Bundan. Aslında götürdüm ondan. Hə. Şuraya bak. Ana minicik. Gördün onu. Lap sıkılı. Pepe'nin kablosu değil mi? Böyle de kablosu olmuş değil mi? Pepe. Ben de birinci seferde görüyorum. Dilim ananaslar varmış. Ha, o da kayası da Kakosunu da var. dilim. Kızlar kartoşka kızardıran mağazaya gitti geldi. Aslında istəyirdim ki, yemək yeyib sonra gedək, sonra gördüm ki, yox, onda da gecə olacaq, axşam olanda vapşadan heç yola çıxmaq istəmirdim. Getdik mağazaya, bir çayını oynamışıq, birazdan videosunu çəkə-çəkə açacağım. İndi də yemək hazırlayıram. Bugün verdiyim suala deməli, bəziləri yazıb ki, krediti qaytar geriyə, bəziləri yazıb ki, biznes. Açığı mən istəyərdim biznes, yəni yönümlü iş görüm, o götürdüyüm kreditə. Amma ha fikirləşirəm, tapa bilmirəm də, yəni nə biznesi qurmaq olar. Həm məbləğim azdır, əslində çox deyil də. Həm də ki, gəlirim çox olsun deyə elə bir yer olmalıdır da. Almaq, satmaq mənlik deyil də, yəni mən o işdə yaxşı deyiləm. Danışmaq, satış qabiliyyətim yaxşı deyil, belə deyil. İndi görək nə olacaq qızlar. Prosta biz maaş alırıq, buradan alırıq, oradan gedir. Baxıram ki, faydalı bir iş görmürəm də. Məsələn, ay-aya keçir, amma mənim əlimdə əldən tutası bir şey yoxdur. Çoxdan da həqiqətən də lazımlı bir şeylər də almıram. Ona görə belə deyirəm ki, olmasa kreditlə nəsə eləyim ki, en azından deyim ki, bu işimi gördüm. Yoxsa elə maaş işlənir, ortada gedir, ortada da bir şey yox. Çoxdan əslində planım var deyə kredit götürmək. Prosta o qədər ki, vermədilər, ümidim qırıldı. Sonra da buranı tapdım. Buranı tapdım deyəndə maaş verilən yerdə də bura. Prosta biraz faizi çoxdur. Sonra demək olsun da yox. Mənim qismət bu günəymiş. Deyirik və inşallah ki, qismətimizdə daha yaxşı şeylər olar deyə ümid edirik. Ay bacım, mağazada bir hoqqa verdi, bir hoqqa verdi. Hələ mağazaya girən kimi birinci bunu istədiyini almışıq ki, dalaşmasın da, yoxsa səs götürür əmi. Onunla belə görsən ki, uşaq deyiş qalmır və qaynayır. Çox kartofla yapmayacağım, onsuz da axşamdır, sonra qalacaq, heyif olacaq. Bu qədər bəsdir. Yudum kartofları, doğruyum. Arada bir yemək videoları paylaşanda izləyici sayım artır, fikir verirəm ki, insanların yemək videosundan bəlkə marağı var. Düzdür, mənə də əslində rahat olur da yemək videoları, çünki yeməyi olsa pişirirsən də, yəni. Ona görə çox da incitmir mənə. Prosta yenə də nə bilim, çox da təkcə yemək də paylaşmaq istəmirəm də, yəni o mənə sıxıcı gəlir. Bir tema mənə sıxıcı gəlir ümumiyyətlə. Belə qarışıq bir şeylər istəyirəm. Həm həyatımla bağlı bir şeylər olsun, həm də ki, arada məsələn yeməklərdən falan. Əslində fərqli yeməkləri bişirmək istəyərəm, yəni
cürbəcür yeməklər düzəldib, bişirib paylaşmaqda. Prosto vaxt eləyə bilmirəm. Görüm indi vaxt eləsəm. Fərqli reseptlərdən, yəni hamıda olmayan reseptlər istəyərəm. İndi məsələn gündəlik evdə nə bişirirəm, onları paylaşıram. Onlar da ki, nə deyir, gündəlik bozbaş, aş, belə şeylərdir də. Amma daha maraqlı reseptlər olsa, məncə daha çox insan izləyər və onlara da maraqlı olar həqiqətən. Görək də inşallah planlarımda var. Prosta qızlar, mənim bu iş məsələm var ya, iş məsələmi həll eləyə bilsəm. Ondan sonra inşallah hər şey su kimi axıb gedəcək. Allah qoysun. Çoxdandır onda heç nə bişirmirəm demək olar. Bu airfryer istifadə eləyəndən sonra inanırsınız hər şeyi onda bişirirəm də. Onu da vaxt əslində deyirdilər ki, ziyandır. Mən də elə o deyənlərdən biri də mən dedim ki, çox zərərli şeydir, heç istifadəsi uyğun deyil falan məsələn. Amma baxıram ki, çox istifadə edirəm. O deyil, başqasına lav eləyib özü sonra şey eləmək. Həqiqətən də elə olub da. Ona görə dedim, bu dəfə kartuşkanın heç olmasa belə qızardım. Əslində belə qızartmanın dadı tamam başqadır da. Yəni nə qədər də desək ki, ay belə yaxşıdır, rahatdır, tezdir, amma belə bişirməyin dadı başqadır, qazda bişirməyin. Airfryerdə istər-istəməz daha tez bişir deyə dadı elə bilirəm ki, tam da oturmur yerinə. Burada qablarımız var, yuyulası. Tripodum sınırda deyə inamsız qalmışam gücünə. Tripodum olanda belə yuxarıdan qoydum, rahat çəkə bilirdim də. İndi tripodum yoxdur deyə ancaq elə bir yerdə qoyub qıraqdan çəkə bilirəm. Nəsə yığışdıraq buralarım. Qablar yuyulmalıdır. Prosta deyim, yeməyimizi ye, ondan sonra bir dəfə mihnə qapısıdır. Hamısı çıxsın, sonra yuyun. Bir adam bezir. Bunları da yığışdırmışdım. Zarlığım buradadır. Gözləyir ki, mən onu açım və çəkim. Prosta bilmirəm, onu açım, qısa video ilə çəkim, yoxsa uzun videonun içine əlavə edeyim, onu bilmirəm. Burada qızarsın. Ət də çıxartmışam. Sabah eləmək istəyirəm. Yapaq dolması eləmək istəyirəm. Görüm həvəsim olsa. Bu hissəsi xarabdır, görürsünüz. Amma bu hissəsi sağlam. İndi açıq görək, hamısına təsir edibmi bu xarablıq vəziyyəti. Heç bir yeri xarab olmayıb, maraqlıdır niyə? Baxın, nə burada xarablıq var, nə də burada var. Yəqin ki, böyle bu hissəsinə aiddir. Bunu kəsərəm bu hissəsini. Ataram, buranı istifadə edəyəm. İnternetdə görmüşəm, buranı qoyur şeyin içine, airfryerin içərisinə qəşəng rahat tez bazar pişirir. Ondan eləyəcəm. Belə qızlar, hələlik. Burada yoxlayanda sizə göstərərəm.